Avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkənin prezidentləri tərəfindən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında müqavilə imzalanıb. Bu müqavilə Azərbaycan-Özbəkistan münasibətlərinin dostluqdan daha yüksək səviyyəyə qalxdığını göstərir. İki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi üçün möhkəm əsas yaranır. Mövzu ilə bağlı BTV-yə açıqlamasında politoloq Zaur Məmmədov bildirib ki, əbədi dostluq haqqında müqavilə Azərbaycan və Özbəkistan arasında münasibətlərdə uzun müddətli strateji xəttdir. Bugünə qədər biz bir neçə il bundan əvvəl tərəfdaşlıq haqqında müqavilə imza atmışdıqsa, daha sonra biz tərəfdaşlıqdan müttəfiqə keçdik və hal-hazırda müttəfiqlik əsasında biz əbədi dostluq haqqında 23 avqust 2026-cı il tarixində sənədə imza atdıq. Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şəvkət Mirziyoyev tərəfindən atılan bu müqavilə olduqca vacibdir və ümumilikdə Azərbaycan Prezidentinin xarici siyasətlə bağlı, Azərbaycan dövlətçiliyi ilə bağlı və gələcəyimiz üçün baxış bucağını ortaya qoyur. Unutmayaq ki, məhz Azərbaycanın 44 günlük müharibədə qalibiyyətindən sonra biz tez bir zamanda Mərkəzi Asiya dövlətlərinin də bir-biri ilə müttəfiqlik haqqında sazişlər imzalanmasına şahidlik etdik. Azərbaycan da Özbəkistan da əməli dostluğa uyğun olaraq addımlar atacaqlar.